minlərlə insan işə gedir. Fəhlə, müəllim, mühəndis, satıcı, bütün bu insanların bir ortaq nöqtəsi var. Onların əmək hüquqları. Əmək hüquqları hər bir işçinin ən vacib sosial təminatıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi hər bir işçinin hüquqlarını qorumaq üçün hazırlanmış əsas sənəddir. Bu məcəllə hər bir vətəndaşa hüquq verir ki, ədalətli və təhlükəsiz əmək şəraitində çalışsın. Bəs işçi ilə işə götürən arasındakı əmək münasibətlərində nə kimi hüquq pozuntularına rast gəlinir? Əmək münasibətlərində ən çox rast gəlinən hüquq pozuntularına qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının ödənilməsi, işçilərin məzuniyyət hüququnun pozulması, onlara əmək məzuniyyətinin verilməməsi və ya istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməməsi, işçinin əmək haqqının, onun məzuniyyət pulunun, ezamiyyə xərclərinin, ona ödəniləcək müavinətlərin və digər ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməməsi və yaxud da tam ödənilməməsi, işçilərin əmək müqavilələrinə qanunvericinin tələbləri pozularaq xitam verilməsi kimi halları göstərə bilərik. Günümüzün reallıqlarından biri də əmək müqaviləsi olmadan razılaşma yolu ilə işə götürülən işçilərdir. Əmək müqaviləsi olmadan işləmək qeyri-formal məşğulluqdur. Bu təkcə qanun pozuntusu deyil, həm də hüquqlardan könüllü şəkildə imtina etməkdir. Belə ki, iş axtaranlar ilk başlarda hesab edirlər ki, qeyri-formal qaydada iş tapmaq onlar üçün daha asan olacaq və ona görə də qeyri-formal məşğulluğa üst tuturlar. Lakin onlar bilmirlər ki, bu qaydada iş tapmaqla onlar əslində gələcəkdə öz əmək hüquqlarının həyata keçirilməsini məhdudlaşdırırlar. Bəs biz hüquqlarımızı tanıyırıqmı? İşçilər onların peşəsinə, vəzifəsinə uyğun olaraq iş yeri və fəaliyyət növü seçərək əmək müqaviləsi bağlamaq, işə götürəndən əmək müqaviləsinin şərtlərini dəyişməyi və ya əmək müqaviləsini ləğv etməyi tələb etmək, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, qanunvericiliklə müəyyən olunmuş iş saatında, iş vaxtında çalışmaq, iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edildikdə əlavə əmək haqqı almaq və ya bu haqqın almasını işə götürəndən tələb etmək, təhlükəsiz əmək şəraitinin təmin edilməsini işə götürəndən tələb etmək, o cümlədən əmək hüquqları pozulduqda məhkəməyə müraciət edərək hüquqi müdafiə olunmaq hüququna malikdirlər. Əgər hüququnuz pozulubsa və ya sualınız varsa, aşağıdakı vasitələrlə müraciət edə bilərsiniz. 142 çağrı mərkəzi, egov.az, dost.gov.az, sosial.gov.az saytları, sosial media vasitəsilə onlayn dəstək xidmətləri. Azərbaycanda əmək hüquqlarının qorunması sahəsində nəzarət sistemi 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu il əmək müfəttişliyi xidmətinin 106 illiyi qeyd olunur. Bu tarix sadəcə yubiley deyil, hüquqlar uğrunda aparılan bir əsrdən artıq mübarizənin simvoludur. Unutmayaq ki, əmək hüququ təkcə iş yerində deyil, həyatın hər sahəsində insan ləyaqətini qoruyan ən vacib dəyərdir. Bu dəyəri qorumaqsa həm hüquqdur, həm də məsuliyyət.